Salam, hoş gelmişsiniz dostlar. Bugün çoxlarını maraqlandıran mövzudan danışacağıq. Green Card, yəni ABŞ-da yaşamaq və işləmək üçün ən məşhur imkandan. Videoda siz öyrənəcəksiniz. Green Card nədir? Green Card qazanmağın faydaları hansılardır? Green Card loteriyasına qeydiyyat nə vaxt başlayır və nəticələr nə vaxt açıqlanır? Qazandıqdan sonra Amerikaya nə qədər müddətdə getmək olar? Və ən çox verilən sual, Amerikaya köçmək üçün nə qədər pul lazımdır? Əgər siz də ABŞ-da yaşamaq arzusundasınızsa, bu videonu sona qədər izləyin. Başlayaq. Kanalımız yenidir, dəstək üçün abunə olaq və videonu bəyənək. Bu bizim üçün böyük motivasiyadır. 1. Green Card nədir? Green Card, ABŞ hökumətinin hər il təşkil etdiyi Diversity Visa Lottery proqramıdır. Bu proqram sayəsində dünyanın müxtəlif ölkələrindən seçilmiş şəxslərə ABŞ-da daimi yaşamaq və işləmək icazəsi verilir. Yəni Green Card sahibləri Amerikada qeyri-müəyyən müddətə qala bilər, işləyə bilər, biznes qura bilər, universitetdə oxuya bilər və hətta bir müddət sonra ABŞ vətəndaşlığına da müraciət edə bilərlər. 2. Green Card qazanmağın faydaları. Green Card sizə çox böyük üstünlüklər verir. ABŞ-da qanuni yaşamaq hüququ, istədiyiniz şirkətdə işləmə imkanı, sosial təminat və dövlətin dəstəyi, uşaqlarınızın məktəbdə pulsuz təhsil alması, ABŞ pasportu üçün gələcəkdə müraciət imkanı. Hətta istəsəniz, sonradan ailə üzvlərinizi də ABŞ-a gətirə bilərsiniz. Yəni bu sadəcə lotereya deyil, həyatınızı dəyişdirən böyük bir fürsətdir. 3. Qeydiyyat nə vaxt başlayır və nəticələr nə vaxt açıqlanır? Green Card loteriyasına qeydiyyat adətən hər ilin oktyabr ayında başlayır və təxminən bir ay davam edir. Nəticələr isə növbəti ilin may ayında açıqlanır. Yəni məsələn, siz 2025-ci ilin oktyabrında qeydiyyatdan keçsəniz, nəticələri 2026-cı ilin may ayında öyrənə biləcəksiniz. 4. Qazandıqdan sonra Amerikaya nə qədər vaxta getmək olur? Əgər siz Green Card qazanırsınızsa, ABŞ səfirliyi sizi müsahibəyə çağırır. Bu proses təxminən bir neçə ay davam edir. Müsahibədən uğurla keçdikdən sonra sizə immigrant vizası verilir və həmin viza ilə 6 ay ərzində Amerikaya getməlisiniz. Əgər bu müddətdə getməsəniz, qazandığınız Green Card yanır və fürsəti itirmiş olursunuz. 5. Amerikaya getmək üçün nə qədər pul lazımdır? Ən vacib suallardan biri budur. Green Card qazanmaq pulsuzdur, amma köçmək üçün müəyyən xərclər var. Müsahibə və tibbi müayinə təxminən $500-700. Vizanın rüsumu təxminən $330. Bilet və yol xərcləri getdiyiniz şəhərə görə dəyişir. Orta hesabla $800-200. İlk aylarda yaşayış ən azı $3-5 min cibinizdə olsa rahat olar. Ümumilikdə isə Amerikaya köçmək üçün $5-7 min arası büdcə nəzərdə tutmaq məsləhətdir. Əlbəttə, bu sizin həyat tərzinizdən və hansı şəhərə köçəcəyinizdən asılı olaraq dəyişə bilər. Dostlar, Green Card sadəcə bir kağız parçası deyil. Bu, yeni həyatın başlanğıcıdır. Dünyanın ən güclü ölkələrindən birində yaşamaq, işləmək, övladlarınıza yaxşı gələcək qurmaq imkanıdır. Əgər siz də bu fürsəti dəyərləndirmək istəyirsinizsə, qeydiyyatı qaçırmayın, sənədlərinizi düzgün doldurun və şansınızı sınayın. Unutmayın, hər il yüz minlərlə insan iştirak edir, amma minlərlə insan da qazanır. Ola bilər ki, gələn il qaliblərdən biri də siz olasınız. Videonu bəyəndinizsə, like edin, kanala abunə olun və dostlarınızla paylaşın ki, onlar da məlumatlı olsunlar. Suallarınızı rey bölməsində yazın. Hər birinizə cavab verməyə çalışacağım. İndi sizdən soruşum. Sizcə Green Card qazanarsınızsa, Amerikada hansı şəhərdə yaşamaq istərdiniz? New York, Los Angeles, yoxsa başqa bir şəhər? Fikirlərinizi yazın, müzakirə edək. Beləliklə, bu video Green Card haqqında ətraflı məlumat idi. Uğurlar arzulayıram və ümid edirəm ki, növbəti qaliblərdən biri də siz olacaqsınız.